Ermənistanda seçki öncəsi siyasi ritorika daha da sərtləşir. Hakimiyyətə yaxın şəxslər müəyyən bir açıqlamalarla müxalifət cəbhəsindən çıxış edənlər başqa fikirlərlə gündəmə gəlirlər. Paşinyana yaxınlığı ilə tanınan Baqramyan 26 Telegram kanalı keçmiş prezident Robert Köçəryanı və ona yaxın siyasi qüvvələri Kremlin maraqları naminə Ermənistana iqtisadi təzyiq göstərmək istəməkdə ittiham edib. Erməni iş adamı və güclü Ermənistan partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb. Bir qədər öncə də qeyd etdim. Müzakirəmiz olacaq bu barədə Milli Məclisin üzvü Cavanşir Feyziyevlə. Cavanşir bəy, xoş gördük sizi. Hoş gördük. Cavanşir bəy, Paşinyana yaxınlığı ilə tanınan Baqramyan 26 Telegram kanalı keçmiş prezident Robert Köçəryanı və ona yaxın siyasi qüvvələri Kremlin maraqları naminə Ermənistana iqtisadi təzyiq göstərmək istəməkdə ittiham edib. Paylaşım müəllifləri iddia edirlər ki, Robert Köçəryana yaxın siyasi qüvvələr Rusiyadakı kuratorları ilə görüşlər zamanı Kremlin Ermənistana daha sərt iqtisadi təsir göstərməsini istəyiblər. Bundan sonra sanki sərt açıqlamalar gündəmi zəbt edib, deyəkmi? Qazla və başqa iqtisadi yönlü açıqlamalarla Rusiya rəsmiləri gündəmə gəlib. Ola bilərmi bu? Bu, əlbəttə, öz-özlüyündə aşkar bir faktdır. Çünki son bir ilə yaxın müddətdə, ən azı yarım ildən daha çox uzun bir müddətdə Ermənistan müxalifəti ilə, Rusiya yönümlü müxalifətlə, Rusiya prezident aparatı birlikdə bu seçkilərə hazırlaşırlar və bu barədə kifayət qədər artıq faktlar açıqlanıb. Hətta seçkiyə hazırlıq prosesinin ssenarisi, yəni Kreml tərəfindən hazırlanmış ssenarisi, hal-hazırda Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrə qarşı hansı dezinformasiyaları yaymaq, hansı addımları atmaq seçki ərəfəsi dövrdə, bütün bunlar kifayət qədər açıqlanıb. Yəni bu gizli bir məsələ qalmayıb ortada. Və əlbəttə Rusiya yönümlü müxalifətin Rusiyadakı polittexnoloqlara verdiyi məsləhətlər əsasında Rusiya bu siqnalları verir. Sizin də bayaq süjetdə qeyd olunduğu kimi Rusiya həm diplomatik təzyiqlərini artırır, eyni zamanda iqtisadi rişaqlardan istifadə edir və aydındır ki, bütün bunlar Ermənistanda yaşayan və siyasi mübarizə aparan müxalifətin Ermənistanda hiss etdiyi əhval-ruhiyyəyə uyğun olaraq edilir. Və Robert Köçəryan və bir sıra digər, ümumiyyətlə seçkilər yaxınlaşdıqca aydın olur ki, Ermənistan siyasi mühitində təkcə Robert Köçəryan və Serj Sarkisyan deyil Rusiya ilə əlbir çalışan, eyni zamanda çiçəklənən Ermənistan partiyası, Qagik Sarukyan başda olmaqla, Edmond Marukyanın partiyası, Armon Tatayanın partiyası və Robert Köçəryan və Serj Sarkisyan da daxil olmaqla böyük bir siyahı var ki, insanlar, bu partiyalar hamısı Rusiya ilə öz fəaliyyətlərini əlaqələndirirlər. Və artıq, amma Rusiyanın təzyiqi nə qədər çoxalırsa, siyasi mühitdə Rusiyaya qarşı əhval-ruhiyyə də o qədər artır və Paşinyanın tərəfdarları artır. Məsələn, 6-7 ay öncə sorğu nəticəsində aydın olmuşdur ki, təxminən 70%-ə yaxın əhali Paşinyan hökumətinə səs vermək istəmir. Amma Rusiyanın təzyiqləri artdıqca və Ermənistanda Rusiya yönümlü siyasətçilər daha da açıqlamalar verdikcə öz niyyətlərini ifşa etdikdən sonra Paşinyanın tərəfdarlarının sayı artır və hal-hazırda 50%-ə çatmaqdadır. Bəli, Evrop Elect məşhur siyasi analitika platforması sorğu keçirib və bu sorğuya əsasən Nikol Paşinyanın reytingi 65% faizə qalxıb. Və bu fevral ayından bəri 50%-dən 65%-ə qədər səsləndirirlər. 41% artım deməkdir. Amma digərləri, əsas rəqibləri heç 12%-i keçə bilməyib. Əslində, hakimiyyəti sıxdıqca Rusiya əksinə ona ümidləri olan, ona inamları olanların sayı artır. Düz qeyd elədiniz. Çünki Kreml bu təbliğatı aparmaqla, yəni Paşinyan əleyhinə təbliğat aparmaqla əslində öz tərəfdarlarına bir növ ayı xidməti göstərmiş olur və insanlar daha aydın başa düşməyə başlayırlar, anlamağa başlayırlar real siyasi durumu və ona görə Paşinyan tərəfdarları artır və əslində baxın, ortada nə Ermənistanın Avropa İttifaqı ilə hər hansı bir sənədi var, nə hər hansı bir danışıqlar var. Ümumiyyətlə, Avropa İttifaqına üzvlük
Ermənistan üçün çox uzaqda görünən, hətta görünməyən bir perspektivdir indiki durumda. Və belə bir vaxtda Avropa İttifaqı ilə güya ki Ermənistanın yaxınlaşmasını bəhanə gətirmək özü bir tərəfdən absurddur. Çünki Ermənistan Avropa İttifaqına üzv olmağa qətiyyən hazır deyil və bu perspektiv bayaq dediyimiz kimi heç uzaqda da görünmür. Və buna baxmayaraq Rusiya polittexnoloqları tərəfindən bunun çox belə qaba şəkildə, çobud şəkildə bu seçki qabağı təbliğatı aparması əslində Rusiya yönümlü siyasi qüvvələrin əleyhinə işlədi. Cavanşir bəy, erməni iş adamı və güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan da Rusiyanın belə deyək etimad göstərdiyi şəxslərdən biridir. Və Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası diqqət çəkir Karapetyanın. Erməni mediasının iddiasına görə Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təksib edilməsini və təxminən 16 min dollar məbləğində mənəvi təzminat ödənilməsini tələb edir. Necə olacaq? Bu vasitədən sanki bu vasitədən də istifadə etməyə çalışırlar. Əlləri hər şeydən üzülüb sanki. Bu Samvel Karapetyanın məhkəməyə müraciəti bu rəmzi xarakter daşıyır. Məhkəmə baxmayacaq bu işə, baxsa da iddianı rədd edəcək. Çünki Samvel Karapetyanın Rusiya rəhbərliyi ilə kifayət qədər yaxınlığını sübut edən kifayət qədər faktlar var. Təkcə onun oliqarx olması və Rusiya hökuməti ilə əlbir şəkildə milyardlar qazanması faktı deyil. Eyni zamanda şəxsən Putinin ailəsinə yaxınlığı ilə və Karapetyanın adına olan bir sıra əmlakların Putinə məxsus olması ilə bağlı da Avropa tərəfindən açıqlamalar gəlir. Və ona görə Samvel Karapetyanın Rusiyanın bir variantı olması heç kimdə şübhə doğurmur. Əslində Rusiya Paşinyan hakimiyyətə gəldiyi gündən fərqli variantlar üzərində işləyir. O cümlədən Ruben Vardanyan da Kremlin variantlarından biriydi. Samvel Karapetyan da həmin variantlardan biridir. Çünki Robert Koçaryana və Serj Sarkisyana qarşı Ermənistanda olan nifrət Rusiyaya bəllidir və digər Armon Tatayan kimi, Sarokyan kimi siyasi liderlər, onlar kifayət qədər cəmiyyətdə kifayət qədər nüfuza malik deyirlər. Ona görə də yeni şəxslərin, yeni sifətlərin siyasətə salınmasına ehtiyac gördü Kreml. Amma bütün bunlar sonda iflasa uğradı. Çünki hər biri haqqında kifayət qədər kompromat var və Avropa Birliyinin, Avropa siyasi təhlilçilərinin də Ermənistana göstərdiyi maraq onunla nəticələndi ki, onlar Rusiyanın namizədləri ilə bağlı olan bütün kompromatları açıqladılar. Daha bir namizəd Köçəryandır. Paşinyanın hakimiyyətdə olduğu 8 il utanc illəri olub və bu səhifə bağlanmalıdır. Bunu Ermənistanın ikinci prezidenti və müxalifət bloku olan Ermənistanın lideri Robert Köçəryan Aştarakda seçicilərlə görüşündə bildirib. Bu, hamımız üçün aşkar olan ruhi xəstəliyin əlamətidir deyə Ermənistanın ikinci prezidenti bildirib. Köçəryanın hakimiyyəti illərində nümunəvi nə olub ki? Əslində bu utanç verici müddət sözü ilə Köçəryanın özünün hakimiyyət illərinə daha çox şamil etmək olar. Çünki Köçəryan faktiki olaraq Ermənistanın Rusiyanın bir quberniyasına, hətta quberniyada deməzdim, bir bölgəsinə, bir rayonuna çevirmişdi. Və o zaman Ermənistanın ayrıca müstəqil dövlət kimi, dırnaqarası müstəqil dövlət kimi nüfuzu təxminən Fələstin, Abxaziya və ya Osetiya ondan artıq deyildi. Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan yavaş-yavaş dünyanın siyasi arenasında görünməyə başlayır. O başqa məsələ ki, hansı şəkildə vətən müharibəsi nəticəsində Ermənistan belə dünya siyasətinin gündəliyinə çıxdı. Amma ona baxmayaraq, Paşinyanın 8 il ərzində apardığı siyasət son nəticədə düşünürəm ki, Ermənistan seçiciləri tərəfindən hal-hazırda kifayət qədər qiymətləndirilir. Çünki insanların 20 ildən çox müddət ərzində Ter-Petrosyanın prezidentliyi dövrü, Robert Koçaryanın və Serj Sarkisyanın prezidentliyi dövrü əslində Ermənistan xalqı üçün bir həbsxana olub. Həbsxana şəraiti olub və orada bütün xalq bundan əziyyət çəkib. Sadəcə həmin klanların özlərinin ətrafında olan adamlar hakimiyyətdən sui-istifadə edərək sərvətlər toplayıblar və yaşayıblar. Amma bütün erməni cəmiyyətini faktiki olaraq həbsdə saxlamışdılar. Və indi Robert Koçaryanın ümumiyyətlə seçkilərə
hazırlaşması və yaxud seçki öncəsi kampaniyalarda iştirakı özü insanlarda ikrah doğurur. Ona görə də Köçəryanın heç bir perspektivi yoxdur. O, mən güman edirəm ki, 2%-dən çox səs toplaya bilməyəcək onun partiyası. Aha. Amma Samvel Karapetyanın qismən, təxminən 10%-ə qədər səs toplamaq imkanı var. O da onun hesabına ki, Samvel Karapetyana və Rusiyaya məxsus olan iqtisadi obyektlərdə Ermənistandakı, məsələn Ermənistan dəmir yolları, Ermənistan elektrik şəbəkəsi və s. bu kimi çox işçiləri olan, minlərlə işçiləri olan obyektlərdə şübhəsiz ki, onlar öz sahiblərini dəstəkləməyə davam edəcəklər və həmin işçilərin vasitəsilə onlar digər seçiciləri də öz tərəflərinə çəkməyə çalışacaqlar. Aha. Və üstəlik Samvel Karapetyan həm öz pul vəsaitlərini xərcləyir, həm Kreml onun üçün büdcə ayırır və bütün bunların nəticəsində güclü Ermənistan partiyası nisbətən o birisi digər bütün müxalif qruplara nisbətən daha çox səs toplayacaq. Amma istənilən halda bu hökumətə gəlmək üçün kifayət olmayacaq. Aha. Cavanşir bəy, bir sualım da olacaq. Ermənistan parlamentinin spikeri Alen Simonyan radio aparıcısı Yegor Glumova verdiyi müsahibədə Ermənistanın Qarabağ müharibəsi zamanı Rusiyaya necə ümid bağladığını, lakin sonradan tərk edildiyini danışıb. Niyə 9 noyabrda Moskvadaydım? Müharibənin 38-ci və ya 39-cu günündə gəzirdim, bilmirəm. Sadəcə soruşdum. Dedim ki, mən Ermənistan-Rusiya dostluq qrupunun rəhbəriyəm. Əsasən bu formatda icazə verin, gedim onlarla ibadət edim, ayaqlarını öpüm, sadəcə dayanmalarına yalvarım. Mən bundan utanmıram. Əslində Simonyanın bu mesajı nə mesajdır və kimə ünvanlanıb? Simonyanın söylədikləri də əslində vətən müharibəsi gedişində onların real durumunu əks etdirir. Çünki doğrudan da Ermənistan o vəziyyətdə idi ki, heç bir çıxış yolu görmürdü və Rusiyaya yalvarmaqdan başqa yolları yox idi. Və bunu onsuz da Simonyandan da daha əvvəl Putin özü də etiraf edib. Hətta cənab prezident də öz çıxışında hatırlayırsınızsa söyləmişdi ki, adamlara zəh vura-vura durursan, Paşinyana xitabən demişdi ki, sakit bırakmırsan, başqa ölkələrin liderlərinə dəfələrlə hər gün zəh vurursan. Yəni bütün bunlar əslində həmin dövrün reallığı idi və Simonyanın bu açıqlaması əslində bunu seçicilər qarşısında səmimi bir açıqlama hesab edirəm. Çünki doğrudan da Simonyan da Paşinyan hakimiyyətinin digər üzvləri də bütün mümkün olan vasitələrə əl atırdılar ki, müharibə dayansın. Lakin müharibənin dayanmağının şərti başqa idi. Şərti bizim torpaqlardan çıxmaq idi. Ona görə də müharibə dayanmırdı ta o vaxta qədər ki, bizim torpaqdan çıxmağa onlar razı oldular. Amma onların istədikləri sadəcə müharibəni həmin hər hansı bir vəziyyətdə dayandırıb, sonra yenə də bu məsələni danışıqlar yoluna keçirmək və Avropanın köməyi ilə bu münaqişəni yenidən dondurmaqdan ibarət idi. Amma bu da baş vermədi və bugün Simonyan açıq etiraf edir. Mən bunu müsbət qiymətləndirirəm. Aydındır, təşəkkürümü bildirirəm, minnətdaram və bir daha xatırladım ki, bizimlə canlı bağlantıda Milli Məclisin üzvü Cavanşir Feyziyev idi.